Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ildə yerinə yetirdiyi elmi tədqiqat və elmi təşkilati işlərin yekunlarına dair hesabat iclası keçirilib. Əvvəlcə iştirakçılar il ərzində Qarabağ və Şərqi Zəngəzurda daxil olmaqla Azərbaycanın bütün bölgələri üzrə aparılmış arxeoloji tədqiqatlar nəticəsində aşkar edilmiş mühüm artefaktlardan, eləcə də yeni nəşr olunmuş monoqrafiya, kitab və jurnallardan ibarət sərgi ilə tanış olublar. Bizim era bunlar da 8-9. əsr. İclasa giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibəyli son illərdə Arxeologiya və Antropologiya İnstitutu tərəfindən Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə geniş miqyaslı arxeoloji tədqiqatların aparıldığını, elmə məlum olmayan çoxsaylı maddi mədəniyyət abidələrinin aşkar olunduğunu bildirib. Arxeologiya və Antropologiya İnstitutunun bu formatda ilk hesabatının təqdim edildiyini söyləyən AMEA rəhbəri tədbir çərçivəsində xalqımızın tarixini, keçmişini, ənənələrini, şəxsiyyətlərini əks etdirən sərginin mühüm əhəmiyyət daşıdığını deyib. Arxeoloji tədqiqatların arealının getdikcə artdığını deyən akademik İsa Həbibəyli Azərbaycanın şimal və cənub bölgələrində aparılan qazıntıların sayının daha da çoxaldılmasının, həmçinin Qafqaz Albaniyası ilə bağlı tədqiqatların genişləndirilməsinin zəruriliyini vurğulayıb. O, gələcəkdə antropoloji cəhətdən xüsusi maraq doğuran işlərin təqdimatının keçirilməsini önəmli hesab edib. Çıxışının sonunda akademik İsa Həbibəyli institutun fəaliyyətini yüksək qiymətləndirib. Müəssisə əməkdaşlarının il ərzində səmərəli fəaliyyət göstərdiklərini, mühüm elmi nəticələr əldə etdiklərini söyləyib. Daha sonra institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirova iclas iştirakçılarını institutun ilk fəaliyyəti ilə bağlı hesabatla tanış edib. O, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar elmi müəssisəyə tapşırılmış işlərin yerinə yetirilməsi haqqında məlumat verib. Ellada Bəkirova bildirib ki, Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları baş elmi tədqiqat planına uyğun olaraq Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlar elmi istiqaməti üzrə tədqiqat işləri aparıblar. Bu elmi tədqiqat işlərinə 4 problemi əhatə edən 15 mövzu, 56 işi daxildir və əksər mövzular üzrə işlər plana uyğun olaraq aparılıb. Onun sözlərinə görə hesabat ilində arxeoloji, antropoloji və kəşfiyyat xarakterli tədqiqatları əhatə edən 40-a yaxın ekspedisiya təşkil olunub. İnstitutda elmi kadr hazırlığı sayəsində görülən işlərdən də bəhs edən Ellada Bəkirova qeyd edib ki, 2025-ci ilin məlumatları üzrə Arxeologiya və Antropologiya İnstitutunda 11 nəfər fəlsəfə doktorluğu üzrə doktorant, 2 nəfər dissertant, 7 nəfər elmlər doktorluğu üzrə doktorant, 3 nəfər dissertant təhsil alır. Sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılıb. İnstitutun direktoru, tarix üzrə fəlsəfə doktoru dosent Fərhad Quliyev fikir və təkliflərini bildirib, sualları cavablandırıb. Leyli Namik qızı Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.